Herkese selam dostlar. Hamdolsun kanalıma ve yeni YouTube videoma hoş geldiniz. Bugün sizlerle beraber sizin paranormal hadiselerinizi okuyacağım. Bu videonu bibimle çekeceğim, bir de hayatta çekeceğim. Hadi o zaman başlayalım. Bir dahaki video uzun olabilir ama bence bu sizin xeyrinizə. Deməli, ən maraqlı yerində bibimin telefonunun yerdə oldu. İndi mənim telefonuma keçişdədir, bibimin telefonu oxuyacağım. Tapmıyorum. İndi tapmağa çalışırıq. Ayda o hissəyə gəlməyək. Mən çox qorxuram o kimi şeylərdən. Hansındaydı bunda? Hə, bunu oxuyacağam. Ben Arxa akşam, pis ola bilər, hə buyur. ben akşam markete gelirdim. Yolda qəbristanlıq var idi. Piyada getdiyim üçün qorxurdum. Sonra maraqdan qəbristanlığa baxdım. Ayda yox, niyə baxırsan qəbirsan? Gecə idi görəsən. Axına qulaq asma, çox maraqlıdır. Yəni qorxu deyil. Baxdım, gördüm ki, nəsə səs gəlir. Yox, maraqlı deyil, bu iş qorxuncu gəlir. Qəbirdən nəsə səs gəlir. Tez qaçdım, sonra qarşıma qara pişik çıxdı. Çox qorxdum. Pişik qəribə hərəkətlər edirdi. Nə qədər qəribə, nə dərəcədə. Sonra qaydanda isə qəbristanlıqda nəsə hərəkət etdi. Qaçsam gəlir. Əlbə, oxumayım da mənə. Oxu. Hə, oxumayım. Oxu. Nəsə hərəkət gəldi sonra? Hə, də sonra da o evdən köçmüşük. Başqa yerə getmişik, başqa yerdə yaşayırıq 2 ildir. Tamam, ən azından çox da detay verməyib yaxşı ki. Yaxşı. Yaxşı. Onda bilirsin. Yox, deyib qorxuludur. Ən azından girib detayına girməyib də, girib çıxıb qəbirstanlıqdan. Qəbristanlığın yanından keçib. Girib marağa, sonra çıxıb. Marağa bir insan. Görsən saat neçədə girib? Yox, marağa girməyib. Marağa baxıb eləcə. Hə, belə baxın. Hə. O üzərindən 9. Ya prosto ona görə bəlkə nəsə yenə müsbət tərəfindən baxar. Hayda. Şeydir. Bəlkə nəsə it var. Ha, bəlkə qəbristanlıqda mühafizəçi var, nəsə kimsə. Ora baxan kimsə var. O Müsbət da tərəfindən fikirləşəm. baxan. Ya, ola bilər də. Hayda. Tamam, indi mən 10 oxuyum. üzərindən 10-da mı? 10 üzərindən 10 yaxşı, başlayalım. Səni çox sevirəm, Mən mən yaxşı ki varsın. Teşekkür ederim. İndi mən oxuyuram. Bu biraz uzundur. Buna baxın. Axı da. Sizə burada screenshotunu bir şey qoyacağam. Salam Mələk, bir dəfə dostumla oyun oynayırdıq və saat axşam 12 idi. Yallah, yeni gəldiniz. Ən qorxuları seçərək paylaşırsan. Yəni nəsə eləyərsən. Ya, hamısını oxuyacağım. Və saat axşam 12 idi. Mən dostumu qorxutmaq üçün evdə şkafın içinə girdim ki, dostumu qorxurdum. Və birdən şkafdan bir dəqiqə kəsdik. Şkafın içinə girdim ki, dostumu qorxurdum və birdən şkafdan paltarlar düşdü yerə. Mən də qorxub şkafdan çıxdım və qapı öz-özünə açıldı. Dostumla çox qorxduq və işıqlar söndü. Biz o qədər qorxduq ki, qorxudan anama zəng etdim, amma anasına zəng etdim, amma anam açmadı. Bunu oxumuşduq, yox. Və işıqlar yanıb sönürdü. Biz qorxudan bilmədik nə edək. Sonra dostum və mən qışqırmağa və ağlamağa başladıq. Qonşular səsimizə gələndə o qədər. Mənim qorxudan ürəyim getmişdi. Dostum mənim ürəyimin getdiyini görəndə az qalsın onun da ürəyi gedə. Amma qonşuların gəldiyini görəndə rahatladı. Amma onun başından qan axırdı. Çünki qaranlıqda başı stolun tininə dəymişdi. Həmin o vaxt məni ayılda bilmədilər. Dostunun başından da qan axması dayanmırdı. Sonra ambulans aradı və anam atama zəng edilədilər. Sonra anam atam ağlaya-ağlaya gəldi. Paranormal deməyək də pis hadisə deyə bilərik. Yəni, Amma çox inanmadım. Çox inandırıcı gəlmədi. I don't know. Biz
gerçəkləri bilmirik, amma sizin yazdığınızı oxuyuruq ki, sizin başınıza gələn paranormal hadisə. Amma gerçək olsa əgər, qorxulu demərəm də, pis hadisə, unudulmaz hadisə deyərəm. Abiş. Nə oldu? Nəsə? Mən qorxmadım. Onda qorxulu bir şey yoxdur. Sadəcə qon oxur başından. Qon. Hə, abartma var o zaman, metafor. O qısadır. 2-dən oxuyarsan. Altıda 2-dən var. Bir dəfə. Niyə çəkirsən axı bütün videoda? Bir dəfə parka gedərkən parkın kənarında səslər gəlirdi. Hamı o səsə qulaq asırdı. Dedilər ki, gedə baxaq. Getdim. Babam gəldi, gəldi kəsildik, təzmin oxuyuruq. Bir dəfə parka gedərkən parkın kənarından səslər gəlirdi. Hamı o səsə qulaq asırdı. Dedilər ki, gedə baxaq. Hamı getdi səs gələn tərəfə. Bir də gördülər ki, pişik oyuncağın üstünə çıxıb və oyuncağından səslər gəlir. Bu komikdir. Bu elə bir hissəsi həyəcan verici də olub orada. Sonrası buna paranormal deyə bilmərik. Amma zarafatına yazmış ola bilər. Ona görə onda 2. Yəni, Sən də. məncə də. Tamam. Şey, Bilmem orada heç biri ya başqa çıx oradan. Bibiş. hansını oxuduq? Hə, onu deyəcəydim. Hə, bunu da elə. Hə, bir dənə sözüm. Bilmem heç biri qorxulu gəlmir. Onda 10 verdiyi də qorxulu gəlmir. Deyir, normaldır. Deməli belə. Mələk bir gün biz gecə axşam Ay, maşınla yenə gedirdik və yolumuzda düz qəbirstanlığın yanından keçirdik. Haydi yenə qəbirstanlığı. Və Bu biz qəbirstanlığı. oradan keçəndə maşının qabağından Yarasa. nəsə keçdi. Biz çox qorxduq. Mən bildim nə mənada deyir onu. Amma bilinmir də nə olduğu. Yəni, Müsbət də ola bilər, mənfi də ola bilər. nə bilim, Onda getdi. nə oldu yetdi? Sonunda yetdi axşamısı. Məncə sən onda ol. Ay yox. Bəlkə hamısından. Nə bilim. Değil mi bıraktı görsüz beni? Ya hiç vecime değil o ne oldu? Hiç korkulu da değil, paranormal da değil. Nə, onda yetdi düzdür. O da sənə xətim. Hə, bu da belə getdi. Ben okuyabilirim. Sen okuyaş. Gözəl. Qoy tamam. Bu da. Yani Sən də uzunlar çıxmadı. bundan sonra sana da olsun deyildi. Salam, ilk mənəm. Ne olur oxu. Deməli, mən kuzenimlə, yəni dayım qızımla sabahlayırdıq və gecə saat 3 idi. Biz noodle yeməyə başladıq və biraz yuxumuz gəlmişdi. Mətbəxin qapısı açıq idi. Açıq qapıdan qara kölgə keçdi. Bunu mən gördüm. Tez dayım qızına dedim ki, mənə dedi ki, yuxusuzluqdan ola bilər. Sonra tak qapıda tak səs gəldi. Elə bildim ki, dayım qızı eləyir. Amma məyərsəm o deyilmiş. Kuzenimə dedim ki, eləmə. Səs o da mənə dedi ki, səs eləmə. Sonra biz bir-birimizə baxdıq, sonra qorxumuzdan tez yatdıq. Yaxşı yatma. Evdə işə çox olmuş canım. Bu baş verən hadisələrin hamısında evdəkilər ara gedir. Hamı evə gedəndə yox olur. Böyüklər evdən çıxanda. Hər şey başlayır. Səncə? Sənkidir. Məncə Onda 5 məncə. 5. Qabağından gələn səslər tak qapı səsi ola bilər görəsən. Hər şeyin səsi ola bilər. Əgər binada qalırsa yuxarıcı mərtəbədən də ola bilər. Onda 7. Yenə 7. Çölcə mən də görürəm bəzən amma. Oxudum. Oxudun? Başqasına gir. Uzununa gir amma. Video uzun ola bilər amma siz uzun video istəyirsiniz. Oxu hamısını. Hə. Bir gün bizə dostum və bibim oğlu gəlmişdi. Biz onlarla həyətdə oynayırdıq.
Daha sonra evin arxasına getdik. Yalan. Əmmimin pəncərəsi çöldən, yəni evin arxasından görünürdü. Əmmimin pəncərəsindən nəsə qara bir kölgə və əl göründü. Yəni biz qorxduq, düşündük ki, əmmim olar yəqin. Amma evə girib anamdan soruşanda anam dedi ki, əmmin evdə deyil. Daha sonra əmmin otağının qapısını döydük, səs falan gəlmirdi. Dedi ki, yəqin yatıb. Sonra əmmimə zəng elədik. Əmmim dedi ki, mən şəhərdəyəm. Sonra bir oğlum mən və dostum hamımız bir-birimizin üzünə baxdıq. Bunu anama dedik. Anam dedi, yəqin sizə elə gəlib, qorxmayın. Gedin oynayın. Biz yenidən həyətə çıxdıq. Ondan sonra nəsə qəribə bir səs gəlirdi. Səs həyətdən əmmin pəncərəsindən gəlirdi. Nəsə naməlum bir səs idi. Səs qalan idi, amma nə dediyi başa düşülmürdü. Biz qışqırdıq və evə girdik. Həqiqətən çox qorxmuşduq. Mənim paranormal hekayəm bu qədər idi. Sağ olun, mələyim, səni çox sevirəm. Sonrasını da çəkəcəkdin. Anam nə dedi, nə oldu? Yəni bu Amma dal-badal üst-üstə görüb. Bir dəfə görsən desəm halüsinasyondur. bir nəfər görsə deyərsən ki, yəqin gözünə gör. 2 nəfər, 3 nəfər gözünə görmək. Bir ətrafımıza baxa görək bizim gözümüzdən geçsin. Bu da yuxuyan mənə. Görsən gözüm. Hə. Amma əl görüb. Bu arada video çəkdiyimiz saat 12 işləyir. Bəli. Ekstra mal. Ekstra, double, ekstra. Double. Ne seversen? Ya bunun 10'da 9. Ondan. Gece yatanda yuxu görməsəm yaxşıdır. Yuxu görsəm sizin üzünüzdən deyə o qədər qorxulu şey yazdım. Şunu yanında götürüblər. Sən hansına baxsan? Bir qısa olsa da ver. Əsas o da hamının için oxumağa çalışır. Tamam. Baxın görüm nə deyirəm mənə. Oxu. Yo elə yox, bizə də oxu. Bizə də oxu da. Hə, deyək ki. Hə. Ya baxıram görüm bacı elə bir şeydir ki. Elə bir şey mi? Mən həmişə evdə tək yaşayan biriyəm. Amma məsələn telefonumu zaryadkaya qoyub yatmışdım. Səhər durdum, stolun üstündədir yəqin. Unutmuşam dedim, yenə zaryadkaya qoyub yatdım. Amma bu səfər mətbəxdəydi, şok oldum. Özümü şübhə etdim. Ev üçün kamera aldım və gecə kameranı açıb yatdım. Yox. Hə? Oxu. Amma səhər baxanda kamera yerə düşüb, o evdən başqa evə getdim. Gələndə o evdən keçəndə qorxuram. O evdən keçəndə qorxuram. Adımı videoda deyil, Leyla. Sevilirsən. Leyla salamlar. Nə deyirsən bir şey? Məncə normal oldu. Nə bilər də mənə. Nə ola bilər? Kamera qoyub yerə düşür kamera. Düşə bilər. Hər şeyin açıqlaması var. Nə bu, hər nədirsə bu ancaq telefonla maraqlanır. Başqa heç nə yox da. Telefonu götürür, qoyur. Mən hər şey qorxulu gəlir. Onda 8. Bir də bunu yazan bilmirəm neçə yaşı var, evdə tək nətər yaşaya bilər. Böyük adamdırsa yaşaya bilər, amma böyük adam nə bilim. Mən üçün bax. Mən uşaqlar baxıram. Bu nədir? Oxuya bilirsən. Oxuyarıq. Neçə versən? Buna onda 6. Sən bütün takipçilərim bundan zəhləs gedir mənə indi. Aydım ya, çok qorxulu. Mən yazıram. İndiyə kimi bir neçə nəfərə yazmışam, heç kim baxmır. Sənə inanıram, gözəlik. Bir axşam biz öz otağımızda uzanmışdıq. Bacımla və dayanmadan, durmadan səslər gəlirdi. Amma heç fikir vermədən başımı balışın başımı balışın altına salıb yatmağa çalışdım. Və sonra birdən kimsə fit çaldı. Dedim əşi, yəqin kimdirsə və özümə təsəlli verdim. Sonra fit səsi daha yüksəkdən və daha çox çalınmağa başladı. Heç bacımın vecinə deyildi. O da yatmağa çalışırdı. Gecə saat 1-də işləmiş idi. Güclə
bəla ilə nəsə ondan yatmağa çalışdım və yata bilmədim. Və o səslər yenə gəldi və otaqdan qorxa-qorxa sabahı açdım. Nə olar axı? Məncə külək. Pəncərənin ağzından da səbir. Yəni olur da evlərdə. Pəncərəni boş bağlayanda arasında. Məncə qorxulu deyil. Nə? Çünki insan çöldə fit sala bilər də. Nə şey? Onda yox, 6. Sənin heç paranormal hekayən var məli? Yox. Yox? Yox, sən var? Mən balaca vaxtda dənkinə baxmışdım. Yox, demə. Məndə də var o. Kinə baxmışdım, ondan qorxmuşdum. Mən zombi filminə baxmışdım. Mən baxmamışdım. Mən ondan sonra qorxmağa başladım. Mikail əmim ilə baxmışdıq və oturmuşdum daha doğrusu onun yanında. Bir istəmədən baxdım. Çox pis idi, qanlar axırdı belə. Ruh deyim də pisinə çıxmasın. Hə, elə şeylər giymişdilər, qan axırdı hər yerindən. Bir zombidə. Hə, elə bir filmə baxdım, sonra bir həftə boyunca yuxumdan çıxmadılar. Ona görə heç qorxulu filmə baxmıram. Bəli. Ona görə də baxmayayım. Bir böyle ona gir. Onu oxumamışam sənə görə. Hə. Bəs oydu da o, hə? Budur da sənin oxudun. Bunu sən oxuyacaqsın. Nə olar, oxu. Bir də bu videonu çəkməyəcəm. Deməli, mən bir dəfə uşaq olanda Ən azından tək deyiləm. Hə, de. Anam və atamla yatmışdım. Qardaşımla axşam idi. Çünki axşam idi çünki ona görə hamı yatıb evdə. Mən uşaq idim, hardasa 5-6 yaşım olardı. Birdən mən oyandım, amma hələ də yataqda uzanmışdım. Sonra gözlərimin önünə sanki biri üstümə gəlirdi. Mən də bəlkə oxumayaq belə şeyləri. Bəlkə oxumayaq. Pis şeydir, çox. Yox, prosto nə? Niyə də deyil? Mən əlbəttə ki qorxdum. Ana deyə qışqırdım və sanki o üstümə uzanır. Uzanan bir kimsə nədirsə səsimə görə qışqırdım. Anlamadım aşağı. Qışqırdım deyə şkafın arxasına gizləndi sanki. Atam tez fənərin ışığı yandırdı. Bir qaraltı vardı sanki, amma sonra yavaş-yavaş yoxa çıxdı. Qışqırdım deyə anam məni sakinləşdirərək yatızdırmağa çalışdı və mən yatdım. Sən qorxdun. Nə bilim. Yalandırsa bizi burada boş-boşuna qorxutmayın da nə olar? Necə qorxmalı bir şey yoxdur. 5-6 yaş üçün mən də elə bildim, amma atasının, anasının fənər yandırıb qaraltını görməsi. Yox. Nəyəsə qaraltısı ola bilər də. Hər şey bilmə normal kimi. Müsbət tərəfindən baxaq hər şeyə. Başqa şey fikirləşək. 8 verərəm. Mən də. Bir sən öz fikrimi desən də 8'lik deyil. Nə, 8 olsun da. Tamam. Sən hansına fikirləşək? Mənim yuxum gəldi. Gəl, bir iki dənə də oxuyalım. Mənə sən niyə belə bir şey elədin ki? Neylədim? Bir də hamısını oxumayayım. Ali bir qəbirstanlıqda oxumuram da qəbirstanlıqları. Yaxşı deyil deməli, oxuma. Hı? Yaxşı deyil, oxuma. Və bitirim videonu. Hadi nə qədər var? Çox pis. Belə qabağına baxıram elə belə 2 cümləsinə gəlir, hansı daha qorxusuzdur. Yenə qəribə səslər. Nə qədər bunu oxuyaq. Çox var, çoxuna baxımdırsa, bunların hamısını oxumaq və biz qorxmağa başladıq, gecədir baxın. Bunu çox yazmışsınız, gəlin belə edək, bunu nə deyib sən də? Bəlkə yarısında başqa videoya qalsın.
Tamam, part 2 ama ben bunu tək olaraq çəkmək istəyirəm. Bunu necə təcək? Hə? Təcək. Tək desəm bu vapşı qoxarsın. Nəysə, buranı belə bağlayıram. Part 2-si gələcək. Şu an oxuduq. Part narahat olmayın. O qədər əziyyət çəkib yazmısınız detayına qədər. Hər birinizə təşəkkür edirəm. Amma gəlin dəfəyə qorxusuz şeylər yazmayın. Gəlin dəfəyə deyəndə bu yorumlar artacaq və part 2-sini çıxardacağam. Hadi o zaman artıq videomuzun sonuna gəldik. Kanalıma abunə değilseniz kanalıma abunə olub, video like atmağı unutmayın. Bay bay. Görün mən yuxumda necə ölçəm.